Herkese salam, kanalıma hoş geldiniz. Bugün müğənni Rəqsanə İsmailovanın Mingəçevir şəhərində konserti var. Rəqsanə xanım konsertinə həyat yoldaşı Fazıl bəy ilə birlikdə gedib. O Mingəçevirdəki konsertindən görüntülərini sosial media hesabında izləyicilər ilə bölüşüb. Sizə edən görüntüləri təqdim edirəm. Buyurub izləyə bilərsiniz. Yeni xəbərlər izləmək üçün kanalımıza abunə olmağı, videolarımıza like etməyi unutmayın. Salam, hər vaxtınız xeyir olsun, mən əzizlərim. Bugün artıq ayın neçəsidir? 19'udur. Və mən yoldayam, gəlirəm Mingəçevirə. Sabahlarım bilirsiniz ki, inşallah Allah'ın izni ilə Heydər Əliyev Parkının önündə böyük möhtəşəm bir konsertimiz olacaq. Bütün Mingəçevirləri gözləyirəm və bilirəm ki, orada çox gözəl konsert olacaq. İzdiham daha da böyük olacaq. Həyat yoldaşım da mənə söz vermişdi ki, Mingəçevir konsertinde səni tək qoymayacağım və həyat yoldaşımla gəlirəm. Sabah görüşürük. İlk dəfədir ki, Fazıl müəllim bizimlə gəlib xalq konsertinə, Mingəçevirə. Mingəçevir çox sevirik. Cəmaatımız çox. Mən elə bildim ki, Əmin ki, dostlar, izdiham olacaq. İzdiham olacaq burada. mən dedim ki, yəni ortada İbrahim eşq olsun, dostlar var olun. Reis Camal, mənfi yorumlar. Aycan, Şahin Cavadlar. yüreğim. Dostlar, möhtəşəm konsert olacaq. Evgün, gəlmişdə tərpənəndə elə çəkilişə gələcək gözlənsin də, yəni gedir. Biraz da söhbət edir. Bir dağlayacaq. Akşam hər birinizi inşallah konsertdə gözləyirəm. Bəs yarımı neylədim, buluduna de, dolub boşalmasın. Şimşəyinə söylə, rəqam salmasın. Kimsə mənim tək, gözü yolda qalmasın. Ay babə, bizim axırımızda olacaq bu qırılmışlar. Ay babə, Yaxşı canlıyam, Rəqsanə xanım 2 saatdan sonra, yox 3 saatdan sonra. 3 saatdan. Bəli. 3 saatdan sonra səhnədə olacaq. Biz elə İnşallah. bəzənmək əvəzinə gəlmişdə gəzirik. Gəzməyə gəlirik. Amma hava sərinlədir, çox qəşəng olur. Biz Mingəçevirdəyik, belə söz. Yəni, akşam gözəl, möhtəşəm konsert Söz olacaq. ver ki, burada mənim tamaşaçılarıma Gəncədə mən vəziyyətsin. Söz ver. Söz ver. Yox, ver. Şey eləyərik, adını, keçən də necə dedim, həll eləyib, düzüb qoşarıq. Amma gələksən də Babel, qadanam, gəl. Sənsiz olmuyor həyatım, gəl. Ay Allah, bunlar ne gözəldirlər. Əsl Quşadası budur. Ay Allah, bunlar ne qəşəngdirlər. Özlərinə burada... Flamingoya oxşayırlar da. Oydu, ona da ay ki uçururlar. Niye ağzını yapsın? Kuruyor böyle. Qurumuyub, istilər əli. Bunu deyir. Ekskluzif bir şeydi. O quşdur, o vəxşi budaqdır o. Bir ağzını açıb yanıb. Ay Allah, bunlar ne qəşəngdirlər. Çox maraqlıdırlar. Özlərində burada ağacın üstə yuva qururlar. Qəşəng. Orada da var o değil.